yavaş-yavaş Çin avtomobillərinin qiyməti qalxır. Bunun səbəbi Bakıda satışda olan sıfır avtomobillərin sayının azalmasıdır. Və nəzərinizdə olsun ki, stok bitdikdən sonra siz, məsəl üçün, Changan Yunizet avtomobilini hal-hazırda olan 31.800, 32.500, 33.500 manat qiymətini əldə edə bilməyəcəksiniz. Avtomobili əldə edə biləcəksiniz minimum 38-39 min manata. Bunun səbəbi nədən ibarətdir? Çünki hal-hazırda satışda olan 2026 model, 2026-cı il istehsal Changan Yunizetin Bakıya gəlib başa çıxması sifarişlə 36.500 manat. Və 36.500 manata sifarişlə bu avtomobili gətirdikdə, satışa qoyduqda minimum 38 yarım, 39-a satışını həyata keçirirlər. Məhz bu səbəbdən bir neçə aydan sonra 38-39 min manata avtomobil əldə etmək yerinə, salonumuzda hal-hazırda qara rəngdə Yunizet var. 33.900 manata satışa çıxarmışıq. Və yaxud da ağ rəngdə olan Yunizetimiz hal-hazırda bu avtomobil 31.800 manata satışdadır. Məhz bu səbəbdən tələsin. Çin avtomobillərinin sayı azalır və bir müddətdən sonra məcbur idxal olunacaq və idxal olunduğu təqdirdə də qiymətləri qalxacaq. Bakıda olan Çin avtomobillərini almağa mütləq şəkildə tələsməlisiniz.